Değerli izləyicilər, hər vaxtınız xeyir olsun. Sizləri Bərdə Maşın Bazarından salamlayırıq. Maşınların qiymətləri ilə maraqlanıb sizləri tanış eləyəcəyik. Qardaş, Allah xeyir versin. Sağ ol qardaş, sağ ol. Maşınımız Mercedes 190. Hə, bəli. Satmaq istəyirsiniz. Bəli, bəli. Buyurun, məlumat verin bilək necə maşındır? İri 91-dir. 2 motor bez nömürdür. Sonra yəni alandan 4 dənə təzə təkər, 4 diski, 4 dənə amortizatör, xadavoyunda heç bir problem yoxdur. Motorun yağını dəyişdirmişəm təzə. Tex motor sığorta eləmişəm, bir ay olar belə. Nasosunu dəyişdirmişəm. 1 ildir məndədir. 1 ildir. Bəli. Etibarnamədirmi yoxsa format olunubdurmu? Etibarnamədir general. Vaxtına var? Dekabra kimi vaxtına var. Aha, 2 ay müddətimiz var. Hə, 2 ay müddəti var. Sənədlər qaydasındadırmı? Bəli, bəli, bəli. Heç bir problemi yoxdur. Gərək alan adam öz adına format eləsin, yoxsa köhnə yiyəsini tapıb yenə etibarnamə almaq olar? Köhnə yiyəsini tapıb etibarnamə də almaq olar, amma ən yaxşısı olar ki, adına keçsin. Biraz onun xərci var deyə istəmirlər də elə sırazatda keçirməyi. Yəni onu da tapıb eləyərik. Alandan da xərc çəkirsiniz. Alandan sonra da deyirəm, xərcləriniz var, xərc alandan sonra da çəkmişəm, yəni hal-hazırda heç bir problemi yoxdur. Nənə mühərrik deyirsiz, bez nömrədir, nömrəsiz motor bez nömrə. 2 motor, 1.8 olub. Dəyişilibdirmi yoxsa? 1.8 olub, dəyişilib 2 motor qoyulub. Sənəddə qeyd olunub? Bəli, bəli, bəli. Hazırda necədir mühərrikin vəziyyəti? Hal-hazırda mühərrikdə heç bir problem yox. Yağ azalma səs yox? Xeyr, yox. Korobkası nədir? 4-dür. Mexanikadır. Hə, avtomat, radno üstündə gələn 4 avtomat. Avtomat korobkadır. Bəli, bəli. Aha, gecikməsi, vurması? Xeyr, heç bir şey yox. Diferdə vəziyyət necədir? Heç nəyi yoxdur. Alan adam özü də sürüb, oturacağın yanında özü sürüb baxacaq. Maşınımızın altı necədir? Altı da elə üstü kimi çəkir. Çürük pas heç olmayıbdır? Xeyr. Səsi küyü necə altında, peridokunda? Heç nəyi yoxdur. Peridokunu təzə yığdırmışam, hər şeyini dəyişdirmişəm. A formularından tutmuş, razvalınlarını, hər şeyi. Təkərlərdəki yaxşıdır. Bəli, təkərləri təzə almışam. Ay yarım olar belə üstünə vurmuşam. Dəyişiləni bilmirsiniz? Bəli. Dəyişilənini deyirəm, bilmirsiniz? Vallahi yəni hal-hazırda yoxdur. Yəni bez detaldır. Alan adam usta ilə gəlsin, özü də baxsın. Yəqin ki, kraskalanmış olardı maşın. Hə, onlarda da 91 maşındır. İndiyə kimi aynaları təmizdir elə biləm. Yox ki, qırıq-çat heç birində. Hə, heç nəyi yox. Əllə qalxırlar, yan aynalar. Ruşnoydur. Knopka şey yox da. Hə, başa düşdüm. Əllə. Maşınımızın içərisi çuxollanıbdır. Orijinalları parçadır. Parçada altında olanlar, yoxsa dəri salonu? 6 parçadır. Parçadır. 6 parçadır, üstünə də kömür çuxol taxmışam. Qəşəng. Şitdəki elə biləm yox sizə deyilmi? Şitdə maşın çiçək kimidir, maşında heç bir problem. Burada nəsə sərmisiniz, dedim bəlkə altında zədə olur. Yox. Ehtiyac yoxdur, desəniz bəs eləyə. Hə, yox, tərtəmizdir. Yox, bunu özüm sərmişəm elə. Kondisioner demədik. Kondisioner var, amma yəni yoxlamamışam, qaz vurmamışam, bilmirəm, işləyir işləmir. İşləməməyindən xəbəriniz yox. Qiymət neçə deyirsiniz? 7200 deyirəm, razılaşma olar. Maşınımız yaxşı maşındır deyə qiyməti bahadırmı? Bəli, mənim endirim də eləyəsiniz. Hələ yox, endirim belə 7200 deyirəm, 7-yə verərəm. Sonu, yəni ondan aşağı hansı rayondasınız? Tərtər rayon. Uğurlar arzu edirəm. Sağ olun qardaş, minnətdaram. Sağ olun. Siz də sağ olun. Sağ olun. Əlaqə nömrəsi 050 632 71 32. Allah xeyir versin. Adım da Zəlimxandır. Tərtər rayonu Yeni Qəsəbə, Şıxaq qəsəbəsi. Uğurlar arzu edirəm Zəlimxan qardaşım. Sağ olun, minnətdaram. Sağ olun. Qardaş, Allah xeyir versin. Sağ ol qardaş, sağ ol. Sizinki də 06 maşın. Hə, Kanatkan 06 Export. İli 2000. Motor Niva'dır. 0307. Samara korobka. Nə vaxtdan sizindir bu maşın? 2019-dan bizdədir. Hə, xeyli yaxın. Format olunub da yəqin. Öz adımızdadır. Alandan sonra xərcləriniz oldu mu yoxsa? Yox, bir dənə təkərini dəyişmişəm. Yağ töküb sürmüşəm, yox. Rahat işlədirsiniz deyə xərc çəkmirsiniz. Elədir. Motor da deyirsiniz 06-dırmı yoxsa? Yox, 0307 Sulenli. Bilənlər bilir də nətər motordur. Nə vaxt yığdırdınız axırıncıda həmən? Yox, yığılmayıb. Elədir. Siz alandan elə üstündə alandan sürülür. Yəqin ki, əvvəllər yığılmış olar da. Yağın ki, yığılmış olar da. İkinci əl maşın kimi sürülür bu. 2 dənə maşın var. Yağ azaltması necə? Yoxdur, yox. Yağ yaxşıdır. Səsi yaxşıdır? Yaxşıdır, hə. Korobka necə? Korobka 5-dir. Atma, səs? Yoxdur, heç nə yox. Korobkası da yaxşıdır deyirsiniz. Diferdə səs necə? Yoxdur da, yaxşıdır difer. Təzə qoymuşam diferi. Diferi dəyişmisiniz. Diferi təzə qoymuşam. Altı necədir, Polo? Super vəziyyətdədir. Yağlanıb hamısı. Çürüyüb pası? Yox. Olmayıb, yoxsa olanlar çıxıb? Yox, olmayıb. Çürük pası olmayıb. Zavoddur.
Danqırat yerləri var mı? Hamısı zavoddur, zavod. Perodokda vəziyyət necədir? Super vəziyyətdədir o da. Daş kəsəkli yolda səs eləmir ki? Yox. Təkərlər necə? Təkərlər təzədir, qabaq təkərlər təzədir, dallar yarı surubdur. Normaldır. Maşınımızın dəyişilənlərini deyin nə bizə? Dəyişəndə bir dənə qabaq krel bilmirəm hansısa, yaxın sağ mı sol mu dəyişməlidir. Sizdən əvvəlmi? Bizdən əvvəl, onu da bilmirəm dəqiq. Hansı olduğunu bilmirsiniz? Kraska siz vurdurdunuz yoxsa? Yox, bizdən qabaq vurulur. O da sizdən əvvəl O da oldu. bizdən. Yoxdur kosmetik işində hazır. Yoxdur, yaxşıdır. Aynalarda vəziyyət necə? Qırıq çat yoxdur şüşələrində? Yox. Əllə qalxır aynalar? Hə, Yan əllə aynalar qalxır. Şitin üstündə çuxol var, amma elə biləm altında çatlar var. Hə, yüngül altında bir yerin çartı var. Oturacaqlarda vəziyyət necə? Oturacaqlar yaxşıdır, Zavaskoy oturacaqlar. Cırığı, söküyü, çöküntüsü yoxdur Yoxdur, ki? heç nəyə yoxdur. Kolonkaları çox gördüm. Hə, kolonkalar, aparatura zat hamısı hazır dolu maşındır. Bahalıdırlar deyirəm. Hə, baxal. Normalda təzən deyəndə Elə də baha deyil. belə də baxa dönən bir 600-700 manat. Lap yaxşı. Maşınımızın öz dəyəri neçədir? Öz dəyəri bazara görə 5-5-ə deyir, amma 6 ayrı bazar, yaxşı bazar olsa qiyməti var. İndiki bazardan yaxlaşmağa görə 5 yarımı deyirik. 5500-ə deyirsiniz. 5000 sayan olsa vermək olar? Olar. Hansı rayondasınız? Göyçay rayonu. Əlaqə nömrəniz? 050 463 18 42. Allah bazar versin. Sağ ol qardaş, çox sağ ol. Siz də sağ olun. Allah'ından dönüp sürsen kötü. Elə sürməkdə ehtiyatlı olmaq lazımdır. Ya, korkup bacar koymuram, ben onu derim, ben düşende sen ne kadar sürsersin. Allah can sağlığı versin hər birinizə. Sağ olun, oğlum, sağ olun. Qardaş, Allah bazar versin. Sağ ol. Nissan Sani gedir də bunlar? Sani. Hə, buyurun, məlumat verin. Bilək necə maşındır? 2005'in maşınıdır. 1.6 mexanikadır. Kondisioneri, luku, şüşə luku, panorama tam açsan. Hər bir şey işlətdi dayanır. Problemsiz maşındır. 4 Tamam. dənə təzə təkəri. Nə vaxtdan sizin Öz adıma formutdur. Yəni alıb satan deyiləm. İldən yuxarıdır məndən. Problemsiz maşındır. Sənədlər qaydasındadır. Sənədlər hər bir şey qaydasında. Taksi, motor, sığorta, hər bir şey. Alan adama 1 illik dəvəniz verəcəm. Öz adıma formutlu maşın. Allah yaxşı. Xərc çəkmisiniz alandan sonra maşınınıza? Alandan sonra hə, əlbəttə ki, kondisionerinə xərc çəkmişəm. 4 dənə təzə təkər almışam. Perido fasonu dəyişmişəm təzədir. Nə bilim antifriz zat hamısını dəyişmişəm. Belə də. 300-3000 göstərir 300 maşınınız. hə, 300 probel var. Nurgün motorsundan alınıbdı, servisli. Pirkit qazad deyil, yəni Bakıda alınıb, sürülüb öz qolmamızın yaxınından da. Motorun vəziyyəti necədir? Motorun vəziyyəti super, hər bir şeylə başından cavab verir. Yığılmayıb, daçılmayıbmı hər? Yox. Əl dəyməyib deyirsiniz. Əl dəyməyib. Yağ azaltması, səsi. Yoxdur, kapli. Yağ azaltma da, səsli heç nə ola bilməz. Ötürücülər qutusu mexanikadır. Elə mi? Mexanikadır, hə, atmağı, vurma heç nə yox. Problem. Ön çəkən maşındır. Ön çəkən. Perodokda vəziyyət necə? Super. Səsi küy heç nə Qanatların yox. səsi küyü yoxdur ki. Yoxdur, heç nə yox. Tərtəmiz. Altı təmiz. Alt Polda tərtəmiz. çürümə. Yoxdur, heç nə. Zədə tərtəmiz. yoxdur. Yoxdur. Pol zabot. Təkərlərdəki deyirsiz təzədir. Təzə, təkərlər. 4 də təzə. Dəyişilənlər nə var? Dəyişən detalı yoxdur. Bez Kaput, detal kril, maşını. kaput. Heç nə. Hamısı Heç nə. özünün. Tam sözlərin oyun. Kraska vurulmuş olar. Yəni. Kraska dəyən yerləri var. Çox yeri zavod kraskası. İndi kosmetik Arxasında işləri da yoxdur. kosmetik işi var. Arxasında arxa bağajla şeydə bamperdə kraska işi var yüngül. 150-200 manatlıq kosmetik işi var. Aynalar təmizdirmi? Yoxdur qırıq çatı heç Yox, birində? heç birinə. Tərtəmiz. Yan aynalar düymə ilə mi qalxıb yenir? Düymə ilə 4 də düymə ilə qalxıb enir. Şit də təmizdirmi? Şit də təmizdir. Zədə yoxdur. Yoxdur. Oturacaqlar necə? Oturacaqlar da tərtəmiz. Cırıq, sökük, Cırıqsız, çöküntü. söküksüz, heç nə yox. Parça salondur maşının. Parça salondur. Luk da açıqdır deyirsiniz. Luku var, işləyir, kondisiyoneri ambiyans yaxşı işıqları var, işləyir. kondisioner super işləyir. Əlavə məlumat almaq istəyəndə yəqin sizinlə əlaqə saxlaya Əlaqə bilər. saxlasın, bəli. Nömrənizi deyərdisə. 051 943 4074 Hansı rayondasınız? Ağdaş. Qiymət neçə idi? Sonu 9400 9400. manat. 9000-ə verək getsin bunu. Yox, 9000-likdir o. Vermək istəmirəm. 9000 veribdilər səhərdən 2 nəfər, 3 nəfər verməmişəm, yox. 9400 manat. Allah bazar versin qardaş. Çox sağ olun, Allah razı olsun. Siz də sağ olun. Qardaş Allah xeyir versin. Çox sağ ol, razı olsun. Vaz 2107. Bəli, Dağa çıxarmışıq özdən maşınınızı. sizdir. Belə duranda mənə açandı ki, altını daha yaxşı göstərə bilər. Bəli. Daha indi sizin məqsədinizi bilmirəm. Siz də onun üçün qaldırırsınız ki, altını yaxşı Bəli, göstərə. bəli. Buyurun, məlumat verin. İli 2010-dur. Bir dənə qabaq kirel dəyişdi. 5700. Sərnişin tərəfmi? Yoxsa? Yox, bir tərəf. Sürücü Hə. tərəf. Elə ki, o cızıq var idi, ona görə dəyişmişəm. 5700-ə deyirəm.
3700. Qəşəng qiymət 7500 deyirəm. 7500-də Hə. maşınınızı deyirsən. Hə. Nə vaxtdan sizindir bu maşın? 3-4 ay olar da belə. Necə tez satası oldunuz? Valla yəni dəyişmək istəyirəm ona görə. Deyirəm yəqin alverinə başlamaq Yo, yo, istəyirsiniz. yo. Hə, özünüz üçün Bəli. almışdınız. Lap yaxşı. Alandan sonra xərciniz oldu mu? Yox. Elə necə almısınız o Necə vəziyyətdə? belə elədi. Hə, lap yaxşı. Maşınımızın mühərriki 06. Bəli. Baxdırmadınız. Necədir mühərrik Yox, o vəziyyəti? deyim baxdı. Yox, kodlamaq ehtiyac yoxdur. Yəni deyirəm yağ azaltması, Yox, heç səsi, nə yoxdur. maşınınızın mühərriki yaxşı. Bəli. Kodlamanıza ehtiyac yoxdur. Maşınınızın mühərriki işləyir, səsi normaldır. Bilmədiniz, açılıb yığılmayıb ki mühərrik. Xeyr. Mühərriki yaxşı. Korobkası necə? Nə atmaq var, heç nə yoxdur. Diferdə səs yox. Xeyr. Altı necədir? Elə valla nəsə görsən elədir. Sağ ol. Sağ ol qardaş. Baxan qardaşlar da var. Salam. Nə tərsən? Sağ ol, yaxşı olasınız. İl 2010-dur. Belə 7800 deyirəm. Polda deyirsiz vəziyyət yaxşı. Xeyr, yaxşıdır. Peredokda necə? Səs-küy yoxdur. Xeyr, heç nə yoxdur. Təkərlərdəki yaxşıdır, hə? Təkərləri yaxşı görün. Dəyişilən də dedik bir dənə o krel Hə. dəyişir, bu krel dəyişilib. Kraska tam vuruldu mu? Bəli. Aynalarda vəziyyət necədir? Yaxşıdır. Ön aynasında balaca sədəf boyda 2 dənə çıxdaq görürəm mən. Bir dənə camına baxın. Bir baxın, öz şeydir, aynasıdır. Özününkidir. Hə, özününkidir. Aynası, ön alın şüşəsi deyir, özününkidir. Bunun qiyməti 2010. Qiymət 7800. Çıx. Maşınımızın hələ içərisindən xəbər verməmişik biz. Şitenin üstünü bağlamışsınız, amma qəşəng bağlanıbdır. Altının zədələri çox idi mu? Xeyr, yoxdur. Çatlar deyirəm bəlkə var imiş şitdə. Valla bunu özümüz qoymuşuq ora. Yoxdur çatlar. Yox. Oturacaqlar da çxol plyonkalamışsınız, amma yaxşıdır. Oturacaqlar da yaxşı. Maşınımızın içi zadı yaxşıdır, pis deyil. Aynaları düymə ilə qalxmır, əlləndi. Aparatura yoxdur. Yox. Qiymətini dedik, əlaqə nömrənizi deyim sizə. 51 711 1140. Hansı rayondasınız? Bərdə. Uğurlar arzu edirəm. Sağ ol. Xeyirli olsun qardaşım. Çox sağ ol. Vaz 21 015. Bəli. Buyurun, məlumat verin bir də. Necə maşınız? İli 11-dir. Biraz uca səslə xahiş edirəm. İli 11-dir. 2011 maşınıdır. Hə. Nə vaxtdan sizdədir? Aslında 6 ay var. Sənədi nədir? Etibarnamə mi? Hə, etibarnamə ilə. Vaxtına var? Vaxtına Hə, var? 6 ay var. Alandan sonra xərcləriniz nə oldu? 4 təkər almışam. Belə xırda da qoymuşam. Amortizatorları yığdırmışam. Belə. Motoruna baxdırmadınız. Motoru sağlamdır. Nə qədər sürüldüyü bilinir maşınınızın? Bilmirəm. Yürüyüş deyirik də, probiyek. Yox, belə bilmirəm. Bilmirsiniz amma. Hə, elə mən var. Deyirəm, görün motorun vəziyyəti necədir? Yağ Sağlamdır, azaltması, yox. səsi, Heç açılıb, yığılıb, xəbəriniz yoxdur? yox, xəbərim yox. Motoru yaxşı. Korobkası necə? Sağlamdır. Atması, səsi. Heç Öndə vəziyyət necədir? Hı? Öndə, peredokda. çiçək kimi. Kranatların səsi ki yoxdur Heç ki. nə yox. Ekran deyirlər. İş olub ekranında. Ekranda yüngül. İş olubdur. Amma problem yaratmır da. Yox, yaratdı. Maşınımızın təkərləri də yaxşıdır, elə biləm ha? Dördünü Yaxşıdırmı? təzə almışam. Ha. Təkərləri yaxşı. Altında vəziyyət necədir? Zədə yoxdur, çürük, pas. Heç nə yox. Dəyişilənlər varmı? Qapı, kril, kapot. kapotla sağ kril dəyişir. Sizdən əvvəl olandı, hə? Elə mənə də satılanda elə demişdilər ki, kapotla kril dəyişir. Bilmədiniz nə idi səbəb? Vuruq olub yəqin, hə? Yəqin ki, vuruq olur. Kraskada tam kraskalanmış olar. Yəqin ki. Belə tam bilmirəm. Müəyyən yerlərində qopan hissələr görürəm, nə bilim. Yüngülvari kosmetik işlər Olur var. da, hə, kosmetik işlər var. Aynalar necədir? Salamatdırmı? Qırıq çatı yoxdur ki. Yox, çatı yox. Aynalar təmizdir. Ön aynalar düymə ilə qalxır. Hə, İşləyirlər yəqin ki. işdə. İştin üstündə çuxol çəkmisiniz, altında yoxdur zədə. Qırıq çatı yoxdur. Yox. Oturacaqlar normaldır, Normal. eləmi?
Sürücü tərəfdən acan süzülməsi var, o da çox da problemli deyil. Maşınımız normal maşına oxşuyur. Normal maşın. Əsas qiymətidir. Qiyməti 7000 7000-ə deyirsiniz. deyirəm. 6500 sayan olsa nə deyəsiniz? 6500. Fikirləşirsən sən. Çox azdır. Hansı rayondasınız? Yevlaxdanam. Əlaqə nömrənizi deyin. 55 233 62 89. Allah bazar versin. Çox sağ ol. Siz də sağ olun. Allah xeyir versin qardaş. Sağ ol. Maşınımız 01011. 011. Buyurun, məlumat verin bilək necə maşın? 1978-dir. Motorun 16 Karovka 5. Mostunda da səsi küyü heç bir problemi yoxdur. Nə vaxtdan Salon sizin- uzborun 07-yə yığılıbdır, işitidir, silenyalardır. Nə vaxtdan sizindir maşın? 16 yaşım mən. 16 yaşınla. Yox, maşın özü neçə ildir? Biz sənin yaşını bilmirik ya. 21 yaşım var, yenə hesabla. Mən də riyaziyyatım biraz zəif. Bir 5 il olar da, hə? Hə, Deməli, maşınımız Aformut etibarnamə. form. Öz adınız Aformut olan maşındır. Sənədlər necədir? Qaydasındadır Hər şey sənədlər? qaydasında, sənədsiz maşın mı olur? Yəni alqı satqıda problem olmayacaq. Yox, yox. Maşınımızın mühərrikdə deyirsiz 06. Kim onu dəyişdirib 06 elədi? Kim dəyişdirdi maşının mühərrikini? Sənəddə silinmədi də bu. Yox, tək siz başına. eləmisiniz, məhəlləsin Hə, deyirəm. hə. Necədir? Sıfırdan özümüz yığmışıq. Siz yığdırmısınız maşını. Hə. Salam, nətərsiniz? Allah sizi var eləsin. Motor yaxşıdır, yağ azaltma, səs. Heç bir problem yox. Motoru yaxşı. Karabkası necə? 5. Atma, səs. Heç. Diferdə səs var. Yox. O da yaxşıdır. Altı necədir? Polo. Sürücü sarğı heç nə yoxdur. Bir dənə yüngül kosmetika ehtiyacı var. Çöldən çölə kraska. Yəqin ki, olanlar çıxmış olar da. Danqrat yerləri salamat. Peradokda vəziyyət necədir? Hər yer salamat. Səs küyü yoxdur ki. Heç nə. Maşınımızın təkərləri də formulanın orijinalıdır yoxsa naklikadır? Yox, orijinal. Orijinaldır, amma yeyiliblər ha. Zəifdir. Arxalar biraz zəifdir, hə. Qabaqlar yox, arxalar biraz zəifdir. Maşınımızın nəyi qalıbdır detallardan? Qapı, krel, Yox, kapot. hər yer dəyişib. Hər yer dəyişilib. Hazırda da müəyyən yerlərində kosmetik işlər var elə Hə, deyim. arxa krlos. Maşınımızın aynaları necədir çox görə? Aynalar yaxşıdırmı? Qırıq-çat Orijinal yoxdur ki? Benson Fiat Paspresdir. Heç Yan bir. aynalar. Əllə mi qalxır? Yan aynalar. Aynalar əllə qalxır. Şitin üstündə çuxol var. Altında zədə yoxdur. 07-dir qoyulub da şit. O da çıxır. Ha, çuxolun hətta altında bir dənə də çuxol var. Hə, o salona uyğun yığılmışdı. Sükan dəyişilib, ortaya bar yığılıb. Oturacaqlar 07. Hə. Deyəndə sənin əvəzində mən deyirəm, sənin maşını mən tərplədim. Yarı pul mənimkidir. hə. Göz qabağında olan şeydir, nəyin tərsliymiş. 011 də. İndi həvəskarlar var da 011-in də. Hə, Qiyməti neçədir? 4000. 4-ə deyirsiniz. Yoxsa sonudurmu? 3-5 sayan olsa nə deyək? Yox, 3-8, 3-7. 3-8-ə verər. Hansı rayondasınız? Gəncədən. Gəncə şəhərindən. Telefon nömrəniz? 077 369 19 19. Allah bazar versin. Sağ ol. Siz də sağ olun. Qardaş Allah xeyir versin. Sağ ol, sağ ol. 06 maşınınızı satırsınız. Bəli, satıram. Buyurun məlumat verin. Bilək necə maşındır maşınınız? Maşının ili 90-dır. 90-cı ilin maşını. 90-cı ilin maşınıdır. Karovka 5-dir. Nə vaxtdan sizindir Motor maşın? 03-dür. 6-7 ay olar. Sənədə aformut yoxsa etibarnamə? Etibarnamədir generalni. Var hələ vaxtına. Bəli, bir 2-3 ay var. Sənədlər necə? Qaydasındadır. Sənədlər qaydasındadır, bəli. Alandan sonra xərciniz oldu mu maşınınıza? Elə çox düzəltdirdiniz? yox, bir 150-200 manat. Mühərrik deyirsiniz 03-dür. Bəli, bəli. Mühərrikini yığdırmadınız. Xeyr, xeyr. Yağ azaltması nə qədər? Azaltmır, yağ azaldı. Səsi də yaxşıdır Maşın. mühərrikin. Səsi də normaldır, hə. Yəni problem yoxdur ki mühərrikdə. Problemsizdir, bəli. Karabkası necə? Karovkası 5-ci 5 skorusda 5-ci skorusdan atır. 4 ilə idarə eləmək olur yoxsa gərək 5-ə də Olur. verəsən? Yox, 4 ilə idarə eləmək olur. Diferdə vəziyyət necə? Diferdində səs yoxdur, problem yoxdur. Altın çürüyüb, pası, Heç nə yoxdur, çürüyü. salamatdır. Salamat. Danqrat yerləri varmı? Var, var. Peradokun vəziyyəti necə? Perodoku da təzə yığılıb Səs-küyü yoxdur normaldır. ki? Xeyr, səs küyü heç nə yox. Təkərlər yaxşıdır. Təkərlər normaldır. Normaldır. Tam Arxalar yaxşı biraz olmaz. yedim. Hə. Pistoldə hələ ki işlətmək olar. Hə, bir 3-4 ay işlədi. Maşınımızın
İl dediyi neçədir? 90-cı ildir. 90. Nəsə qalıbdımı detallardan, yoxsa heç xəbərin yoxdur? Yox, mən elə çoxdan sürən deyiləm. Xəbərim yoxdur elə. Alanda bir soruşmadın ki, bunun nəysə varmı özününkindən, 90-dan qalan? Qapı, Yox, krel, qapı. soruşmamışam. Kosmetik işləri yoxdur maşınınızın? Yoxdur, yox. Normaldır. Aynaları yaxşıdır, qırıq çat yoxdur. Yan aynalar təmiz. Hamısı normal İşte. qaydasında. Ləkə var bir dənə, qırıq çat elə biləm elə yoxdur. Yoxdur. Oturacaqlar. Oturacaqlar yüngülvari əl gəzdirmək lazımdır. Əsas maşınımızın qiymətidir, onu da biləcəyik. Maşının da qiyməti 3600-ə deyirik. 3600-ə deyirsiniz. Bəli. 3200 verən olsa vermək olarmı? Fikirləşmək olar. Hansı rayondasınız? Bərdə rayonunda. Əlaqə nömrənizi deyə bilərsiniz? 050 462 1937. Allah bazar versin. Xeyir olsun qardaşım. Sağ ol, sağ ol. Siz də sağ olun. Dəyərli izləyicilər, qardaşımız 3 dənə maşın gətirib satmağa. Bir dənə 015-dir, eləmi? Bir 07, bir dənə də Priora. Priora hansılardandır? 2170-dir yoxsa 72? 70. 2170. Hə qardaş, bunlar haqqında bizə məlumat ver. Bizə göstərək ki, belə maşınlarımız 2015 Polno Full'dur qardaş. 2015-ci ilin maşınıdır. Benson Patbres, S güzgüsü. Lada Grant'ın 15'lik diski təkəri qoyulub. Maşında da Motorundan bizə dar məlumat yoxdur. ver. Motorun göstərir. Onun haqqında bizə məlumat ver. Motor əyməyənə yığılıb. Saat kimidir, yağ azalması da yoxdur. Nə qədər sürülübdür bu maşınınız? Dəqiq bilirsən yoxsa xəbərin yox? yox? Baxam. 190 zad olar üstündə. Motor yağ azaltma səs yoxdur deyirsən. Yoxdur. Normaldır. Saat yaxşıdır. Kapot- Kadavo sistemi qəşəngdir. Kuzadakı hani kraska var. Dəyişən Tam kraskadır yoxsa? Yox, bu bölümdə var. 3 detalda var. Vurğun mu var idi? Yəqin məndən qabaq sürtülüb olub da yəqin ki. Altında vəziyyət necə? Yaxşıdır, Altın altı da göstərir. yaxşıdır. Zədə yoxdur ki. Yox. Təkərlər Təzədir, Lada Grant'ın disk təkərdir, 15'lik. Peredokda vəziyyət necə? Yaxşıdır hamısı. Maşınımızın alt hissəsini göstərir. Salam qardaş. Maşınımızın çöldən görünüşüdür. Zədəsi yoxdur elə bilən. Bax burada balaca çırtdaqlar var. O da çox yüngüldür. Aynalarda vəziyyət necə? Ön alış Benson. şüşəsi, Benson deyir. Yan aynalar düymə ilə mi qalxır? Ha, hamısı 4 podyomnikdir, stenya qızdırıcıdır, avtopilotdur. 15'in Polno Full versiyasıdır. 2015-ci Ha, ilin Polno Full versiyası. arxa görüntü kamerası da var. Hamısı var. Park radar. Zavoddan gəlmədilər bunlar. Ha, hamısı Polno Full damı müəllim. Park radardır, yağış sensoru, işıq sensoru, stenya qızdırıcı. Zavod üstə gələn. Alt hissəsinə də baxaq. Bu da maşınımızın alt hissəsi, arxa təkər diskisi. Maşınımızın arxa oturacaqları. Parça salondur. Bunlar da parça olur da hamısı, Hə, eləmi? zavod gələn stenyalar. Tavanı yaxşıdır. Ləkə yoxdur ki tavanda. Təmizdir, maşın səlqəli maşındır. Arxa oturacaqlar. Bax burada da düymədir. Bunun sənədi sizdə nədir? Aformut etibarnamə. General. Etibarnamə. Etibarnamə. Vaxtına varmı? 10 ay var. Ört. Qardaşım ötsün. Aparatura sistemi Yox, yoxdur. zavod üstə gələndir. 2 dənə kolonka. Və ön sürücü tərəfdən maşınımızın şitində yoxdur ki, zədə yoxdur şitdə. Yox, müəllim, Təmiz. təzə maşındır. Bunda inanma elə şey olar. Bunların şiti çatlamır. 2015'in maşını. Sidena qızdırıcılar da var hətta. Hər şey, qızdırıcı, park radar. Maşınımızın yürüyüşü 213 min. Kondisioner var idi, elə mi bizim Ha, maşın? kondisioneri. Monitoru. Mexanika korobka. Korobkada vəziyyəti yaxşıdır. Əladır. Qardaş, bu maşınımızı çəkdik, göstərdik. Bunun qiymətini də bizə.
Bunu 13.300-ə deyirəm. Real alıcı ilə razılaşaram. Son fikir 13-dür, yoxsa 13-dən aşağı düşməyə yer var? Baxır alıcıya da. Gələr canlı maşına baxar, reallıq olarsa nəsə bir şey fikirləşər. Əsas odur sizinlə əlaqə saxlasın. Əlaqə nömrənizi deyin. 050 579 46 67. Allah bazar versin. Keçək o birisi maşınımıza. Növbəti maşınımız 07-dir. Qoy elə bu motorxanası açıqdır. Motorxanasına baxaq görək. Motorxanada vəziyyət necədir? Motorxana normaldır. 06-dır mı qardaş motor? Hə, üstə gələn də 06. 06 motor. Bir kası yerində. Motorun yağ azaltması, səsi. Xeyr. Motor yaxşı. Zavodskoy kubkalar da hətta. Zavod maşındır qardaş. Zavod rəngi də üstündədir. Əlavə 2 detal xaric rəh var. Maşınımızın çöldən görünüşüdür. Dəyişən deyirsiniz bunun Yox, hansı? konkret Dəyişəni yox. zavod rəngidir. 2 detallı rəh var əlavə. 2008 ildə. İldə 2008. Bunun sənədi nədir? Aformu Davernus deməli. Bu da Hə, Davernus. Davernus generalni. Elə biləm sizdə alqı-satqıda problem olmur, eləmi? Xeyr. Yəni siz əsas sənədlərə diqqət eləyirsiniz. Bəli. Hamısı qaydasındadır. Motor nömrəsi, van nömrəsi. Yəni saxta iş bizlikdir. 6-dır bu da maşınımızın. Danqrat yerlərinin hamısı varmı? Hamısı yerinə. Mən zavod maşında, maşında yəni Altda çülük falan yoxdur. yox. Dəyişən vuruq, udar. Peredokda səs-küy necə? Peredoğu əladır. Diferində yüngül səs var, o da Liboy 07 olan səsdən var da. Xəstəlik. Karovka motor amma super. Kadovo əladır. Təkərlər təzədir. Bu maşınımızın alt hissəsi, arxa Hə, qaqa, bax, bizimkidir. maşına baxan qardaşımız da var. Bu da arxa görünüşü maşını. Bagajı açım. Maşınımızı bir dənə də arxadan göstərək. Alt hissəsini görək. Zədə yoxdur ki. Təkərlər də ki, təzədir. Ha, təkərlər yaxşıdır. Təzədir, dördü də təzədir, qaqa. Bagajın içində bax. Antikvardır, nəsli kəsilənlərdəndir. Qalmayıb belə kuzada maşın. 2 dənə deyiləmi kalonkası? Hə, kalonka magnitofon neysə, yəni əsas kuzadır. Maşın özü sağlam olsun. Hə, kuza qəşəng olsun. Maşınımızın arxa oturacaqlarıdır. Tavanı təmizdir, ləkə yoxdur elə bilirəm. Yox, yaxşıdır. Arxa oturacaqlardır. Səsim Normaldır. satan istəyir, baha satar. Maşınımızda istəyən Tərsinə var. fırlanır hər şey. 50-50'ye bölmək lazım. Hə, yox, o Şıxın üstündə bölmək bir dənə tutardır. Bagaja bax. Qardaş, sən göstər elə, onlara. Alıcılarımıza sən maşınımızı göstər. Qardaş, bu maşınımızı 07-dən də çəkdik göstərdik. Bunun da qiyməti bizə deyil. Bunun qiyməti 8000-ə deyirəm, real olsa razılaşaram. 8000-ə deyirsiniz. İli neçə idi? 2008-də zavod detal, zavod rəngidir. İndirim də var burada. Endirim cüzi olacaq. Eyni nömrə ilə əlaqə saxlasınlar. Bir də nömrənizi xatırladın. 055 428 66 92. WhatsApp aktivdir. Bu da 015-imiz, eləmi? 015-dir 2011 bes kraska. Yəni gələn ustası ilə gəlsin, dəmir sistemində bir dənə kusok rəh yox. Bagaj ilə açıqdır. Qoy bagajından başlayaq. Almaq istəyən qardaşlar varmı? Almaq istəyən var qardaş. Pul vermirlər, hə? Yox. Zəifçilikdir. Bunda da 2 dənə kolonkası var. Qaldırmaq olar bunu alt hissəsini birdən baxaq. Sənə bir söz deyim müəllim. 015-in əsas burası çürüyür. Görürsən? Çək. Aşağı hissələrində heç bir şey olmur, hə? Yoxsa Oradan biz çürür. adətən bu Bax. formada baxırıq. Zavod. Yox, həmişə 015-in orasına bax. Birinci oradan çürüyür. Bir də buradır. Bilmədiyimiz şeylər Hə, var. bax. O tinlərdir. Görürsən, çiçək kimi. Belə 015 qalıb demirəm, olur. Amma az, hə? Az sayda qalır. Bagajını örtək. Maşınımızın arxa görüntüsü. Kraska vurulub deyirsiniz buna, yoxsa? Yox, zavod rəngidir. Kraska da özününkidir. Hə, maşında kusok nədir rəng? Bizədə yoxdur, onun üçün deyirəm. Yoxdur, bes kraska maşındır. Aşağı kapronlarını elə Kapronlar rəhlənmişik, hə.
Kapıran Aynalar? xaricdir də, detal sayılmır. Aynalar təmizdir elə Həmiz özünküdür bax, 2011, 11. Qabaq patresi 11. Hamısı Qabaq ayna o tərəf. presində bir dənə çatı var. Güzgü elifdə, kley hə. Düymə ilə midir ön aynaların qapı gömməsi? falan yerində. Burada nə göstərdiniz? Düymə podyomnikdir qabaqlarda. Zavod nə qoyub o da maşın. Peredoku, təkərləri, ön təkərləri, maşınımızın altı. Çək. Bunlarda bir dənə ekran məsələsi var da, eləmi? Bəli. Ekran. Ekranda heç nə yoxdur. Yox, Zavasko ekrandır, yox. Bu ekran hansı maşınlardadır adətən? Ekran video işlərdə olur da. Yox, indi Nolonlarda ekran yoxdur, onun üçün. Durbadır, niyə? Ekran durba gedir ondan da. Nolon da Priora'da durba qoyurlar. Bana yerə. O maşın zavodda qardaş. Yəni sən gələn ustası ilə gəlsin. Maşında soxyanı rəng yoxdur. Motorxanası. Zavod rəngidir, hə. Bir kası yerində, hər şey yerində. Motorxana da belə. Maşınımızın çöl görünüşü öndən. Belə qəşəng. Maşınımızın içərisi arxadan. Arxa oturacaqlar, ön oturacaqların tavan hissəsi təmizdir. Bu hissələrdə maşınımızın yaxşı təmiz. Ön iki aynası düymə ilə işti təmiz, yoxdur qırıqçaq. Oturacaqlar. Yaxşıdır. Bax, burada cüzizədədir, o da heç nədir də. Yəni, yəqin ki, nə bilim, kimlər üçün çağ olsun, problemdir. Hə, qardaş, Nolonun 5-imizi də çəkdik, göstərdik. Bunun da qiymətini deyin bizə. 10200 manata deyirəm. Beskraska maşındır, 2000 oldu. Endirim var da yəqin ki, burada da. Bir 400 manat endirim eləməyə real alıcıya olar, bəli. Əsas odur sizlə əlaqə saxlasınlar. Əlaqə saxlasınlar, qardaş. Real 07 üçün, istər 015 üçün, istər Priora üçün. Bəli, bəli. Ümumiyyətcə, başqa maşınlar olurmu sizdə? Kimsə hansısa bir maşın istəsə? Yoxsa elə bu üç növü olur? Yox, Sovet olur da bizdə. 06 olur mu? Yəni? Yox, 06, 07, 015 duruyor. Hə, yəni bu üç növ maşından kiməsə lazım olarsa, Əlaqə saxlasın. əlaqə saxlasın. Qardaşımız Yevlax rayonundadır. Bəli, bəli. Telefon nömrənizi bir daha xatırladın. 055 428 66 92. Allah xeyir versin qardaş. Sağ ol. Geçen yerler zaten çektim. Benzin qaldırmaq olarmı? Ha öyle bir yolu var örtüde. Yağdısa əmin Yok həll. yok. Tabii ya. Ört. Geçen yerler zaten çektim.
Aynen.